Salam dəyərli izləyicilər, mən Doktor Elnur İmanov, uşaq kardioloq həkimi olaraq Azərbaycanda işləyirəm. Son zamanlar bizim şərh bölümümüzə yazılan suallardan birisi uşağın boğazı tez-tez gəlir, neyniyim, nədən ola bilər, kimi bir rəylər gəlir, fikirlər gəlir. Biraz o barədə danışmaq istədim. Uşaqlar təbii ki, inkişaf edən canlılardır. Onlarda boğaz da ağrısı olacaq, bağırsaq ağrısı da olacaq, infeksiyalar da olacaq və s. Ancaq bunlar sayı çox önəmlidir. Deyərəm ki, bir uşaq ildə 4 dəfədən çox boğazı gəlirsə, xalq arasında ifadə edirəmsə, badəmciklər oluşursa, o uşağın boğazı 4 dəfədən çox tez-tez gəlirsə, artıq pediatr deyil, bir uşaqlar həkimi yoxlamalıdır. Fəsadları varsa, artıq o badəmciklər alınmalıdır ki, onlar ürək qapağına fəsad verməsin. Çünki boğaz infeksiyaları həm ürəyə, həm böyrəyə də mənfi təsirat göstərir. Ona görə dediyim kimi, hörmətli valideynlər, boğazı uşaq gəlirsə, mütləq sürətdə həkimə aparın, axırda ürək kardioloğu yoxlasın ki, problem varmı, yoxmu dəyərləndirilsin. Bu tür videoları dəyərli izləmək istəyirsə, xahiş edirəm səhifəmizə abunə olun, şərh bölümünə öz fikirlərinizi bildirin ki, problemlər olmasın. Hörmətlə Elnur İmanov.